İman o qədər əzəmətli görsənir bunda ki, hətta şeytan da məyus olub, iblis də məyus olub ki, bunu mən heç vaxt yoldan çıxarda bilmərəm. Buyurur, sizin gördüyünüz, bildiyiniz və bilmədiyiniz düşmənləriniz sizdən qorxsun deyə həm mənəviyyatınızı gücləndirin, həm də ki, gücünüzü, iqtisadiyyatınızı və silahınızı, miniklərinizi möhkəmləndirin. Və ma tunfiqu min şeyin fi səbilillah yuvəffə ileykum və əntum la tuzlamun. Buyurur, siz Allah yolunda nəsə eləsəniz, nəsə versəniz, infaq eləsəniz, ehsan eləsəniz, onu bilin ki, onun əvəzi sizə qaytarılacaq və sizə zərrə qədər də zülm olunmayacaq. Digər ayələrdə də var bu cümlələr. Amma bu əvvəlki ayənin, hansı ki bu ayənin birinci hissəsi ilə ikinci hissəsi belə başa düşülür ki, insanın özün gücləndirməsi, mənəviyyatın gücləndirməsi, düşmənin qarşısında gücün nümayiş elətdirməsin Allah buyurur ki, bir infaqdır, Allah yolunda ihsan eləməkdir. Və ma tunfiqu min şeyin fi səbilillah. Deyir, gücləndirin, özünüzü möhkəmləndirin, qoy düşmən sizdən qorxsun. Ardıca deyir ki, Allah yolunda nəsə infaq eləsiniz, Allah onun əvəzini verəcək sizə. Nə demək istəyir Allah Teala? Məqsəd nədir? İnsanı təəccübləndirir də, Quran-ı Kərimin ecazkarlığı budur, qəribəliyi budur. Genişliyi və əhatə dairəsinin daha geniş olması budur ki, bizə bunu çatdırır. Allah Teala buyurur, sən özünü gücləndir, düşmən sənə hücum eləyə bilməsin. Sən ərazini möhkəmləndir, sərhədlərini möhkəmləndir, düşmən məyus olsun səndən, qorxsun səndən. Sonra da deyir ki, bu iş Allah yolunda infaqdır sanki. Nəsə Allah yolunda ehsan eləsin, Allah onun əcrin verəcək sənə. Əzizlər, əsas o hissə buradadır, incəlik buradadır ki, Allah səni, məni elə özünkü hesab edir. Sən özünü qoruyursan, öz ərazini qoruyursan, vətənini qoruyursan, sənin vətənini qorumağın Allahın mülkün qorumaq deməkdir. Sənin dinini qorumağın, torpağını qorumağın Allahın mülkün, Allahın verdiyi o dəyəri qorumaqdır. O nemətləri qorumaqdır. Allah belə demək istəyir. Açıq aşkar ayədən bu görsənir. Buyurur, əvvəldə özünü gücləndir, bacardığın qədər güclü ol, düşmən qorxsun. Sonra da buyurur ki, və ma tunfiqu min şeyin fi səbilillah yuvəffə ileykum. Allah yolunda nəsə eləsiniz, hər hansı bir işi görsünüz, Allah onun qarşılığını verəcək sizə və heç bir zamanda sizə zülm olunmayacaq. Deməli, Allah insanı bu qədər güclü, izzətli, əzəmətli görmək istəyir.